Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Məşdağa 209 nömrəli məktəbə tam yaxın ərazidə. Həqiqətən də belə deyək, tərifə ehtiyac yoxdur. Özünüz görəcək şəxsi tikilidir. 180 kvadratdır. 6 sot yarım torpaq sahəsinin üzərində və qeyd etdiyim kimi tam məktəbə və marşrut xətti də var. Kommunallar tam qaydasındadır, yaşayışlıdır. Sadəcə evin bayır hissəsindən fasadlanma və içərisindən aboya ehtiyacı var. Başqa heç nə. Hətin təqdimatını eləyək. Evin sağ və sol hissələrindən fikir verin. Rahat bir şəkildə keçmək olur. Və belə deyək də, tikişində ev yesidir ki, yəni həqiqətən də deyir, yaxşı tikmişik. İndi alan hər kəs malın mülkünə bərəkət versin. Alınsa, kimsə gəlib baxanda özü görəcək inşallah. Sağ-sol tərəflərini göstər və eyni zamanda evin qabaq hissəsini göstər qardaşım. Arxadan göstər ki, tam izləyicilərimiz tam rahat izləsinlər. Və giriş hissəsini də buradan təqdim eləyək, zəhmət olmasa. Fikrin 6 sot yarımın içindedir. Və inşallah daxil oluruq evin içərisinə. Keçək və evin içərisini sizlərə göstərək və qeyd etdiyim kimi yalnız aboya ehtiyac var, başqa heç nə. Böyük bir zalı var, 2 yataq, bir mətbəx də böyükdür. Evdə istilik kombidir. Və keçək zalını təqdim edək. Qardaşım zalını təqdim edək sizlərə. Belə bir zal var, fikirlər üstünlara da. Böyük bir qəşəng, gözəl bir zalı var. Zalını göstər qardaşım. Belə bir gördüyünüz kimi zalı var. Qiymət 90.000 manatdır. Starterdə belə deyək. Reallıq olarsa yəqin ki, endirim olacaq inşallah. Və 180 kvadratdır qeyd etdiyim kimi. Buranı göstər. Gəl qardaşım. Bu hissəsini də göstər. Bu yataq hissəsini göstər. Bura belə deyək də kombinin yeridir, əlavə əşyalar, zatlar yığmaq üçün. Sanucelini göstər, hətta sanucelində bazı baseynisinə qədər var. Və bu hissəni də təqdim edə zəhmət olmasa. Və qardaş bir də təkrar